Salam dəyərli şagirdlər, bu gün sizinlə trapesiya suala baxırıq. Bizdən trapesiyanın perimetrini istəyibdir. BC-ni verib 2, AB 6-dır. CD-nin AD bərabərsə, bura B-dirsə, burada B-dir. Bizdən perimetr tapmaq üçün əvvəlcə hündürlük çəkək. C tərəfə bir hündürlük çəkək və bura bir dənə K deyək. Bura 2-dirsə, BC 2-dirsə, AK da 2-dir. Bura olacaq B çıxaq 2. Pifaqor teoremini tətbiq edirik. Sikamızda 6-dır, yazarıq belə. 6-nın kvadratı üstə gələk B çıxısın 2-nin kvadratı bərabərdir B-nin kvadratı. 36 üstə gələk B kvadratı çıxısın 4B plus 4 bərabərdir B kvadrat. B kvadratlarımız islah olur. Mənfi 4B bərabərdir mənfi 40. B də bərabərdir 10. Deməli B-miz 10-dur. AD-miz olacaq. Bütöv 10 idi. Burada 10'da perimetri tapanda yazacaq 6 üstə gələk 2 üstə gələk 10 üstə gələk 10. Bu derəcə 28.